İpoteka fondu rəhbərliyinin maaşları, gizlədilən rəqəmlər və ictimai suallar. Valyuta azının məlumatına görə İpoteka və Kredit Zəmanət Fondunun rəhbərliyinə 2022-ci ildə 209 min manat, 2023-cü ildə isə 230 min manat ödənilib. Artım təxminən 10% olub. Əvvəlki illərdə konkret rəqəmlər açıqlansa da, 2024-cü il üzrə hesabatda bu məlumat göstərilməyib. Yalnız ümumi ifadələr işlədilib. Mövcud dinamika və inflyasiya nəzərə alındıqda ötən il ödənişlərin 250 min manata yaxın olduğu güman edilir. Fondun idarə heyəti 2 nəfərdən sədr Fəxri Kazımov və sədr müavini Ramil Tahirovdan ibarətdir. Beynəlxalq bölgü praktikasına görə onların illik gəlirləri müvafiq olaraq 135-140 min manat və 110-115 min manat təşkil edib. Bu məbləğlər ölkənin sosial reallıqları ilə müqayisədə diqqət çəkir. Azərbaycan üzrə orta əmək haqqı 1000 manata yaxın olduğu halda fond sədrinin illik gəliri orta statistik vətəndaşın 12 illik qazancına bərabərdir. İpoteka və Kredit Zəmanət Fondunun əsas missiyası isə sosial xarakter daşıyır. İpoteka kreditlərinin əlçatanlığını artırmaq, kirayə mənzil mexanizmini inkişaf etdirmək və sahibkarlığın maliyyələşməsinə zəmanət vermək. Bu sahələrdə nəticələrin məhdud olduğu şəraitdə rəhbərliyin yüksək gəlirlə təmin edilməsi ictimai resursların istifadəsi baxımından ciddi müzakirə mövzusu yaradır.